Deyir ki, çevrə üzrə hərəkət edən maddi nöqtənin K nöqtəsində sürət və təcil vektorlarının istiqamətlərini müəyyən edin. Biz bilirik ki, sürətin istiqaməti çevrəyə toxunan istiqamətdədir. Onu biz bilirik. Yəni, saatın əksinə hərəkət edirsə, sürətin istiqamətini toxunan çəkəcəm, istiqamət. Təcil də həmişə mərkəzə doğru yönəlir. Biz onu bilirik. İkinci sual. Bir cins elektrik sahəsinin 1 və 2 nöqtələr arasındakı gərginlik nə qədərdir? Biz nə demişdik? Y bərabərdir U böl D intensivlik U bölünsün D. U bərabərdir Y vurulsun nə? D olacaqdır. Bunu biz bilirik. D burada nə idi? İntensivlik istiqamətində olan məsafə. Lövhə. Biz izah eləmişdik. Onu biz D-ni nə götürmüşdük? D1 çıx D2. Yəni bu məsafə. Yəni nə demişdik biz? Əgər biz burada yüklü zərrəciyin işini, elektrik sahəsində işini biz təyin eləmək üçün biz hesabladıq ki, 1-dən 2-yə gətirsək yüklü zərrəciyi, 1-dən 2-yə və ya 1-dən 3-ə gətirsək, görülən iş QY vurulsun D qədər olur. Fərqi yoxdur. Hardan, bu bir nöqtəsindən hansı nöqtəyə gəlirsə gəlsin, həmən o məsafə D 8 sm. Yəni, biz indi D-nin yerinə 8 sm qoysaq 100 volt, 8 sm metrə çevirsək %8 metr, o da 8 voltdur. Üçüncü, təcili ölçən cihaz hansıdır uşaqlar? Bilirik biz, akselerometr. Səhv eləmirəmsə, ingilis dilində də təcilin adı acceleration'dır. Dördüncü, bir cins elektrik sahəsində elektrik sahəsinin intensivlik istiqamətində elektron və protonun necə hərəkət edər? Biz bir dənə bir cins elektrik sahəsi çəkməliyik. Və bir cins elektrik sahəsinin istiqaməti müsbətdən bura mənfi lövhədir deməkdir. İndi bunun içərisində nə buraxıb? Elektron, hər ikisi hara gedir? Mənfiyə doğru, daha doğrusu, bəli, mənfi lövhəyə doğru, çünki intensivlik istiqamətindədir. Proton da bura tərəfə gedir, biz bunu görürük. Və mənfiyə doğru, əslində bu mənfidir, buna təsir edən qüvvə hansı tərəfə? Bu tərəfə F ilə V əks istiqamətdə olduğu üçün yavaşır. Müsbətdir, müsbəti dəf edər, onda bunun F ilə V-si eyni istiqamətdə olduğu üçün yeyinləşər. Ya da ki, qısa olaraq, mənfi yüklü zərrəcik mənfiyə doğru dəf etdiyindən bunlar bir-birini yavaşacaq, müsbət zərrəcik mənfiyə doğru yeyinləşəcək. Biz deyə bilərik. Niyə bərabər yeyinləşər, yəni təcil sabitdir? Çünki bir cins sahədir. Bir cins sahədə intensivlik dəyişmədiyi üçün təcil də dəyişməz. Beşinci sual. Beşinci sualı biz belə görürük. Bizim hazır bir düsturumuz var. Fikir versəz, buradakı məsafələri mənfi 12 koordinatdan müsbət 18-ə məsafə nə qədər oldu? 30. Gördünüz? S var deməli 30 metr, V0 var, V var. Onda S bərabərdir V-nin kvadratı, V0-ın kvadratı böl 2A. A-nı da buradan tapsaq, S-lə yerini dəyişəcəyik. V kvadratı çıx V0 kvadrat böl 2S yerinə qoysaq 5 metr böl saniyə kvadratı olacaqdır. V-nin 20-dir, V0 10-dur, S də 30-dur, yerinə qoysaq 5 verəcəkdir. 5 metr böl saniyə kvadratı. 6-cı sualda görürsünüzsə, 2 dənə elektrik sahəsidir, ikisi də bir cins sahədir. Və yenə də bura müsbət, mənfi, müsbət, mənfi, müsbətə doğru gedir. Görürsünüzlər. Onda sürəti nə edəcək? Azalacaqdır. Mənfi müsbətə doğru gedəcəkdir, gedir. Onda sürəti artacaqdır. Səbəbini bayaq dedik.
və bərabər yavaşlayan hərəkət edir. Görürsünüz? Bərabər yavaşlayan, yəni V azalan birinci hissə, potensial enerji azalır. Potensial enerjinin azalması kinetikin artmasındadır. Yəni sürətin artmasında. Burada gediləcək ikinci buradır. Yeyinləşir. Artıq bəllidir. Mənfi müsbətə doğru yeyinləşər. Bu da ikinciyə gedir. Sahə mənfi iş görür. Nə zaman sahə mənfi iş görür? Ümumiyyətlə, qüvvə mənfi iş görər. Hərəkətin əksinə olsa. Onda bu müsbət dəf etdiyi üçün, bu müsbət onda F ilə, görürsünüz, hərəkət istiqaməti əks olduğu üçün, burada qüvvə mənfi iş görür. Burada F, burada müsbət, bu mənfi olduğu üçün bu müsbət iş görür. Ona görə də mənfi iş görən birincidir, o da 4 gedəcəkdir. Təcili sabitdir. Hər ikisində təcili sabitdir. Çünki niyə? F bərabərdir, M vur A-dır. Əvəzləyici qüvvədə yalnız Coulomb qüvvəsidir, QY qüvvəsi. Çünki başqa təsirlər nəzərə alınmır. Ağırlıq da var, amma təsirlər nəzərə alınmır deyir. M kütlədir, sabit ədəd, yük sabit ədəddir bunlar arasında. Daha doğrusu bunların hər birinin yükləri. Y də bir cis olduğu üçün dəyişmir. Deməli, A sabitdir hər ikisində. Belə görə bilirik. 7-ci sualda deyir ki, bizə nədir uşaqlar? Yekun elektrik sahəsinin intensivliyi nəyə bərabərdir? Ümumiyyətlə, intensivlik öyrənəndə, elektrik sahəsinin intensivliyi, deyir ki, şərtdə deyirik ki, vahid müsbət yükə təsir edən qüvvənin qiymətidir, qiymətinə bərabərdir və istiqaməti də həmən qüvvənin istiqamətində doğrudur. Nədir? Vahid müsbət yükə. Yəni, həmən nöqtəyə müsbət yük gətirərəm. Harada intensivliyi soruşursa, həmən nöqtəyə müsbət 1 Coulomb qoyun. Sonra bu müsbəti nə edəcək? Müsbət qüvvə dəf edəcək. Bunun F-i bu tərəfə, Y bu tərəfə. Müsbəti dəf edəcək. Yenə də Y bu tərəfə. Bu mənfidir, bu müsbəti cəzb edəcəkdir. Onda bunların yekunu da bu tərəfə yönəldiyi üçün bu yekun olacaq. Hansı tərəfə? Bu tərəfə olacaqdır. C variantı olacaqdır. 8-ci sualda deyir ki, düz xəttli hərəkət edən eyni kütləli 1 və 2 cisimlərin sürətlərinin proyeksiyanı zamanı asılı qrafiki verilir. Cisimlərə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının F2x böl F1x-i tapaq. İndi biz bilirik ki, F2x bərabərdir M A2x, F1x nəyə bərabərdir? M vurulsun A1x. Niyə görə? M-lər bərabər deyib, eyni kütləli deyir. Onda F2x böl F1x bərabərdir elə A2x böl A1x. A da delta V böl delta T'dir. Burada delta V mənfi, baxın, A2-ni tapsaq, delta V'si 15-dən 0-a düşüb, dəyişməsi mənfi 15. Neçə saniyədə? 5 saniyədə bu olacaq mənfi 3. Digəri isə delta V 20-dən 25-ə düşüb, delta V 5-dir. 5, neçə saniyədə? 5. O da olacaq nə? 1. A1 də olacaq nə? Müsbət 1. Onda F2 böl F1, A2 böl A1 olduğu üçün o da mənfi 3 olacaqdır. C variantı cavabdır, görürsünüz. 9-cu sual. Çevrə üzrə hərəkət edən çevrənin radiusu və xətti sürəti 2 dəfə artır. Çevrə üzrə bərabər sürətli V bərabərdir omega R-ə görə əgər xətti sürət də 2 dəfə artıbsa, radius da 2 dəfə artıbsa, onda bucaq sürəti dəyişmir, sabit ədəddir. Bunu biz görürük. Mərkəzə qaçma təcili 2 dəfə azalar. A bərabərdir. Siz bilirsiniz ki, V kvadratı bölünsün R-dir. Düzdürmü? Onda V neçə dəfə artıb? 2 dəfə artıbsa, bu 4 dəfə artar. R 2 dəfə artıbsa, bu 2 dəfə azalar. Yekun 2 dəfə artdığı üçün, mərkəzə qaçma təcili 2 dəfə artdığı üçün, bu 2 dəfə azalar deyil, bu səhvdir.
Ya da ki omega V düsturu ilə gələ bilərik. Omega onsuz sabitdir. V artıbsa 2 dəfə, A da 2 dəfə artıb deyə bilərik. Dövrətmə tezliyi 2 dəfə artar. Üçüncüdə deyil. Omegamız nədir gözəl balam? 2pi nu deyilmi? Bəli. Omega sabitdir. Bəli. 2 sabit, pi sabit ədəd, onda nu da sabit ədəddir. 3 də doğru deyil. Onda yalnız burada 1-dir doğru olan. İkinci sual, 10-cu sual daha doğrusu. İki nöqtəvi yükdür. Düz xətt üzrə bir-birindən uzaqlaşır. Hansı ifadə və ya ifadələr doğrudur? Hansı ifadə və ya ifadələrdir doğrudur? İndi biz bu birinci saha deyil, görürsünüzmü? Bayaq birinci saha idi, bu birinci saha deyil. Onda birinci saha deyilsə, intensivlik dəyişir, onda dəyişən təcilli hərəkət edir. Və təcili bilmək üçün nə etməliyik? Kolon qüvvəsini yazarsan, F nəyə bərabərdir deyək ki? MA olduğu üçün, o da K, Q1 vur Q2 bölünsün epsilon R'in kvadratı. İndi görürsən ki, bunlar bir-birindən uzaqlaşırlar, onda arasındakı məsafə nə edir? Artır, onda A azalır. Onda biz deyə bilərik ki, bu təcili azalır. Onda azalan nədir? Təcildir. Azalan təcillə müsbəti dəf edir, düzdür? Onda bu F-i bu tərəfə, bu da müsbət də bu müsbəti dəf edirsə, bunlar da F-i. F-lə, hər ikisinin F-lə V-nin istiqamətləri eyni olduğu üçün azalan təcillə yeyinləşər deyə bilərik. Necə? Yeyinləşər. Onda baxarıq, yüklər artan təcil hərəkət edir, xeyr, azalan təcildir, səhvdir. Yüklər yavaşır, xeyr, yüklər yavaşımır. Yüklərə təsir edən kolon qüvvəsi azalır. Bəli, təcil azaldığı üçün, R artdığı üçün kolon qüvvəsi azalır. Üçüncü yalnız doğrudur. Y variantı. Görürsünüz, burada bir-bir bunları açmalısınız. Əgər öyrənmək istəyirsinizsə, niyə 1-2 deyil? Bax, bunu özünüzə elə sual verməlisiniz. Hər birində sübut eləməlisiniz. 11-ci sualda asan sualdır, düsturdur. C variantıdır. 12-ci sualda ədədi qiymətcə vahid zamanda yerdəyişməyə bərabər olan fiziki kəmiyyət sürətdir. Bu da B variantıdır. 13-cü sualda biz bilirik ki, V0 hara doğrudursa, hərəkət o tərəfədir. V0 x-in əksinə olduğu üçün hərəkət x-in əksinədir. A da onun əksinə olduğu üçün yavaşyan. Deməli, x-in əksinə yavaşyan. Yavaşyan yıxılan parabola. Bir budur, bir də buna simmetrik budur. Bu x-in oxun istiqamətini yavaşyan. Bu da əksi istiqamətli yavaşyan. Bu da əksi istiqamətli yavaşyan olduğu üçün D variantı olar. Dördüncü sual. Dördüncü sualda A bərabərdir. Nə idi? İndi məsələ burasındadır ki, deyir ki, cismin koordinatı zamanı asılı cədvəli verilib. Cismin sürətinin proyeksiyasının zamanın asılı qrafiki hansı varianta uyğun gəlilər? Sürətinin proyeksiyasının zamanı asılı. V0-da 0-dır. Bəli, biz görürük ki, koordinat başlanğıc andakı koordinat 0-dır. Deməli, burada biz artıq deyə bilərik, burada x0 neçədir? 0-dır. Və burada da V0 0-dır. Onda koordinatın düsturu budur. x0 plus V0t plus A bölü 2 t'nin kvadratı. x0 0, bəli. V0 0, o da 0. T'ye vursa 0. Onda x oldu. A, t kvadrat böl 2. Onda A'nı buradan tapsaq, 2x bölünsün nə? T kvadratı. O da, məsələn, neçə saniyədə istəyirsiniz? 2 saniyədə deyək ki, tapsaq. 2 saniyədə, yəni 2t'nin yerində 2 ya da 2'nin kvadratı 2 vurulsun, x'i də 4'dür. Bu 4, A oldu neçə? 2. Deməli, A onsuz da bu bərabər təcilli hərəkət olduğunu bilirik. Çünki burada da A-nı hesablasaq, burada da A-nı hesablasaq 2 verəcəkdir. Və A-nı hesabladım 2, V0 0 və V0 plus AT olduğu üçün, V0 0 olduğu üçün V də AT'dir. A-nın yerinə də 2 yazdım, onda 2T. Onda T'yə 2, baxın, T'yə 2 verir V8. T'yə 2 versəm V 4 verir. Bu doğru deyil.
T'ye 1 versəm V2. Bax, T'ye 1 versəm 2 vur 1 V2 deməli budur. Digərlərini hesablamaya dəyməz. 15. 15'də A bərabərdir. Bilirsiniz ki, radius sabitdirsə, A omega kvadratı vur R'dir. Omega ilə kvadratik asıldır. Bu da bilirsiniz. 16. Biz bilirik ki, periyodun çevrə üzrə sürət 5 metr saniyedir. Cismin 3t/4 müddətində sürətinin dəyişməsi nəyə bərabər? Yəni 4/3 periyodda. 4/3 periyodda sürət dəyişməsi delta V kökdə 2V olduğunu bilirsiniz. 4/3 periyodda sürət dəyişməsi kökdə 2V, yer dəyişmə kökdə 2 və ilə axır. Hamısını bilirik. V də 5 olduğu üçün o da 5 kökdə 2 olacaqdır. O da C variantı. Cismin mərkəzə qaçma təcili soruşur. Şərti siz oxuyursunuz. Omeganı tapsaq, belə bir düşünürəm mən. R də var. A bərabərdir. Omega kvadratı vur R ilə hesablamaq istəyirəm. Omeganı da buradan tapsam, fi çıx, fi 0 böl T'yə görə 8 çıx 2, 6 böl 3, 2. Omega 2. Onda 2'nin kvadratı vurulsun. R də 10 santimetr, metrə çevirsək, onda 1 metr, o da onda 4 metr böl saniye kvadratı olar. O da C variantı. 18. Çevrənin radiusunu hesablayaq deyir. Nəyi tapın deyir? Çevrənin radiusu. A bərabərdir. Düstur olaraq bilirik. 4pi kvadratı, n kvadratı vur R var. R'i tapsaq, çünki A var, N var, radiusu soruşur. Bu düsturu yadımdadır aslında, bilirəm. Və R'i buradan tapsam, A bölünsün 4pi kvadrat, N kvadrat. Vəssalam. A bizdə nə qədərdir? 16'dır. Pi kvadratı 10'dur, verir bizə şərtdə. N 2'dir. 2'nin kvadratı da 4'dür. 16 ilə gedir, 10'da 1 qalır. O da 0, 10'da 1 metr. Metr də 10 santimetrdir, bilirik. Bu da C variantı. 19. Elektrik sabitinin beynəlxalq sistemdə vahidlərlə ifadəsi. Yəni, epsilon 0, yadınızdadırsa 1 böl 4 pi K'dır. K da Coulomb sabitidir. Yadında salmaq istəyirsənsə, K'nı tapsan oradan F vur R kvadratı böl Q1 vur Q2'dir. Bilirsən bunu. Onda K'nın vahidi Newton vur metr kvadratı böl Coulomb kvadratıdır. Onda epsilon K'nın tərs vahidi olacaq. Onda nə olacaq? Coulomb kvadratı Newton vur metr kvadratı. İndi Coulomb əsas deyil. Coulomb'u əsasa çevirsək amper saniye. Amper kvadratı vur saniyenin kvadratı. Çünki Coulomb kvadratıdır. Newton da yerinə yazsaq kilogram vur metr böl saniye kvadratı. Saniye kvadratı da burada yazıram. Baxın, böl, mən daha məxrəcdə yazmıram. Mən bir də kəsir yaratmıram. Məxrəcdə yazdığımı birbaşa yuxarı qaldırıram. Saniye kvadratı, Newton'un saniye kvadratını burada yazdım. Bir də burada nə var? Metr kvadratı var. Gördünüz mü? Onda nə oldu? Kilogram vur metr üstü 3 metr kvadratı, amper kvadratı saniye üstü 4 olduğunu gördük. O da D variantı. 20. sualda potansiyalı soruşur. Q nöqtəsində A nöqtəsinin Q0 yükünün A nöqtəsindəki potansiyalı. Biz bilirik ki, potansiyal fi bərabərdir K Q0 bölünsün R'dir. Düzdür? Bu R nədir? Yükdən həmən nöqtəyə qədər məsafə. Nə idi? Yükdən həmən nöqtəyə qədər məsafə. Önəmli olan hissə budur. A nöqtəsində bu məsafə nə qədərdir? R'dir. B nöqtəsində yükdən məsafə nə qədərdir? R plus 2R 3R'dir. Onda məsafə neçə dəfə artdı? 3 dəfə. Onda fi 3 dəfə azalar. Əgər burada fi idisə, burada fi böl 3 olacaqdır. Görürsünüz. 21. İntensivliğin modulunu istəyir. Biz bilirik ki, daha doğrusu sahanın intensivliği modulunu verib, potansiyallar fərqinin ən böyüyü. Y, D, U-nu soruşur. Potansiyal fərqi U. Y, D, U-nu soruşursa, U da Y vur D'dir. U-nun ən böyükləri, Y-nin də, D-nin də ən böyükləri. Biz bilirik ki, sıfırdan yuxarı Y artır. Ən böyükləri, Y-nin ən böyüklərinə 2-3'dür.
Sıfırdan sağa da D artır. D'nin en böyükləri hansıdır? 3, 4'tür. Bunlara ortak olan 3 olur. Bu da bilirik. C variantıdır. 22-ci sualda siz uşaqlar bilirsiniz. Sürüşməsiz deyilənən diskin mərkəzinin yerə nəzərən sürəti 2 metr böl saniyədir. O nöqtəsi. Baxın, o nöqtəsinin sürəti nə qədərdir? Yerə nəzərən sürəti 2 metr böl saniyədir. Onsuz da məsəl üçün verilmiş anda M nöqtəsinin yerə nəzərən sürətinin modunu hesablayın. Yəni, onsuz da bu fırlanırsa, baxın, bu fırlanmır, bu diyirlənir. Təsəvvürünüzmü, belə təkəri deyək ki, atın belə, təkər diyirlənsin. Bu nöqtə onda, bu nöqtə hansı tərəfə gedir? Sağa doğru 2 sürətlə gedər, düzdür? Düzdür. Bir də bunun toxunan sürəti var. Bu da 2. Onda yerə nəzərən sürəti, qıraqdan adam bu M nöqtəsinə baxsa, elə biləcək ki, bu nöqtə bu tərəfə gedir. Bu da hipotenuzdur. O da V olacaq V kökdə 2. Yəni, 2 kökdə 2 olacaqdır. Daha doğrusu, 2 kökdə 2 olacaqdır. 2-nin kvadratı bu hipotenuz olacaqdır. Məsələ burasındadır. 23-cü sualına baxaq. 23-də biz görürük ki, müstəvi kondensatordakı gərginlik lövhələr arasındakı məsafədən asılı qrafiki verilir. Görürsünüzmü? Hər dəfə neçə eyni düsturları bir neçə dəfə burada təkrarlamışıq. Çünki 3 bölmədən burada sınaq var. Ona görə də Y özdə nə sual verir? Kilonewton böl kulonla hesabla. Onda U, Y bərabərdir U böl D'dir. U bizdə Unu məsəl üçün 16 götürsək, ya da ki, siz unu 8 götürün. D-ni də, baxın, U neçə? 8 nə? Voltdur. Yazıram burada 8 volt. D də, baxın, bu nöqtədə 8, D onda 1 nə? Santimetr. Onu da metrə çevirsək, 100-ə bölsək 0,1000-də 1 nə olacaq? Metr olacaqdır. O da onda 8 böl 1000-də 1, o da 8000 volt böl metr, elə Newton böl kulona bərabərdir, bilirik bunu. 8000 Newton böl kulon, o da 1000-də kilo deyəcək buna. Kilo Newton bölünsün kulon. Cavab 8 kilo Newton böl kulon. 24-cü suala baxırıq. Bu da elektrik sahəsinə uyğundur. Bu məsələ aiddir. Bu mövzuya aid olan məsələdir. Bəli, bizə gərginlik verib 40 volt. Elektron hansı sürətlə gedər? Amma sürəti megametr. Mega bilirik də 10^6-dır. V0-da 0-dır. Biz bilirik ki, iş, yəni QU bərabərdir kinetikin dəyişməsi. Delta YK. Yəni, YK çıx, nə? YK 0-dır. V0 0 olduğundan YK 0 da 0-dır. Onda elə QU-muz elə YK-dır. YK-nı da MV kvadratı böl 2 yazsam, Q-nun da yerində, Q da elektrondur da. Q-ya da məsələn, bax, Q-ya bir Y desəm, onda bərabərdir YU kimi yazıram. Onda YU bərabərdir MV kvadratı böl 2. Və buradan V-ni, bax, bu iki bərabərliyi bir-birinə bərabərləşdirsək, oradan V-ni rahat tapa bilərik. O da kök altında 2YU bölünsün M-dir. Y böl M bizə verib, baxın, Y böl M bizə verib, xüsusi yüktür, bilirik bunu. Kök altında, Y böl M-imiz, daha doğrusu burada 2 var. Y böl M-imiz 2 vur 10^11. U da 40 voltdur. Və 4, buna 4-ə vursam 16, 16-dan kök çıxır 4. Bu 0-ı da buna versəm 10^12, kökdən çıxır 10^6. Metr böl saniyə, 10^6-ya da nə demişdik? Mega demişdik. O da 4 mega metr böl saniyə. Bu da 24-cü məsələ.
25. Deməli, siz artıq bunlar arasında, məsəl üçün cisim saatın əksinə gedir. İkinci cisimdə saatın istiqamətində gedir və bunlar arasındakı bir uzunluq var. Onu biz hesablayaq. Məsəl üçün belə bir yadınızdadır. Məsəl üçün bəzən uşaqlar burada çaşdırırlar. Məsəl üçün nədir onu danışmışdıq? Biz V1 sürətlə gəlib, bu da V2 sürətlə gəlibsə, arasındakı məsafə L olarsa, onda bunlar hansı müddətdə bir-birinə çatarlar? L böl V1 plus V2. Düzdürmü? L böl V1 plus. Bu da elə eyni. Amma burada L-i tapmağımız lazımdır. L-imiz də bilirsiniz də artıq çevrənin uzunluğudur. 2πr bölünsün V1 plus V2. 2 vur 3. R nə qədərdir? R 50 santimetr. Metrə çevirsək 10-5 metr. Bölünsün V1 üzərinə V2, yəni 10-3. Bu 6, 10-5'ə vuranda, 6'nı 10-5'ə vuranda 3, 3'ü 10-3'ə böləndə 10 olacaq saniyə. Deməli, 10 saniyədə bunlar bir-birinə çatacaqlar. 26-cı sualda bərabər yeyinləşən sözü nə haqda məlumat verir bizə? Biz bilirik artıq. Yeyinləşən sözü sürət haqqında məlumat verir, yəni sürəti artır. Bərabər sözü isə təcil sabitdir haqqında məlumat verir. Bərabər yeyinləşən, yəni təcili sabit, sürət artır. 2 doğrudur. Sürət artan təcil və sürət vektorları eyni istiqamət, yəni yeyinləşən olmalıdır. 2, 3 bizdə doğrudur. 27-ci sualda deyir ki, x boyunca hərəkət edən cismə təsir edən qüvvələrin əvəzləyicisi hansında seçin. Yəni, 1. Qüvvələrin əvəzləyicisi sürətin istiqaməti, yəni V ilə F eyni olsun. 2-də biz bilirik ki, V ilə F eynidirsə, bu yeyinləşir. Bu yeyinləşər. İkincidə sürətin əksinə olmalıdır əvəzləyici qüvvə. Yəni, sürət onsuz da x boyunca hərəkət V, onda əvəzləyici onun əksinədir. Onda buna da biz yavaşlayan deyirik. Əvəzləyici qüvvə sıfıra bərabər olan bu olarsa, hərəkət varsa, onda bu bərabər sürətli hərəkətdir. V konstant olmalıdır. Və 1, 2 və 3. Sürət istiqamətində yeyinləşən A variantı, bir də ST qrafiki parabol olmalıdır. 1-ə AY. Sürətin əksi istiqamətindədir. Sürətin əksi istiqamətində olan yavaşır. Bir dənə C variantı uyğundur. 2C. Sürət sıfırdır. Daha doğrusu əvəzləyici qüvvə sıfırdır. O da bərabər sürətlidir. B ilə D olacaq. 28-də deməli F1-2 bizə nə verib? 1-2 ilə, baxın, 1 və 2 ilə 1-2 yükləri arasındakı qarşılıqlı təsir qüvvəsi 1.15 mN və şəkil sizə göstərir ki, onlar arasında məsafə, baxın, məsafə neçədir? 2 damadır. Və sonra deyir ki, 1 ilə 3 arasındakı qüvvəni tap. Onda buradan da şəkildən görürsən ki, bunlar arasındakı məsafə də 3 damadır olduğunu bilirsən artıq. Ona görə də belə bir şey yazırıq. 1 ilə 2 arasında yazıram. 1 ilə 2 arasında yazıram. K, Q1, Q2 bölünsün R 1 ilə 2 arasında məsafənin kvadratı. Onda K, Q1-ə Q0, Q2-ə də Q0. Q0 vur Q0, 1 ilə 2 arasında 2 damadır. Bir vahid verirəm hərəsinə. Onda 1, 1, 2, məsafə 2-nin kvadratı. Onda olacaq K, Q0 vurulsun Q0 bölünsün 4. Şərtdə 1, 2-yə deyir mənə 15 mN. İndi 1, 3-ü də yazdım, görək nə çıxacaq. 1, 3 arasındakı qüvvəni yazsam, K, Q1 vur Q3 bölünsün R 1 ilə 3-ün arasındakı məsafənin kvadratı. K, Q1-ə Q0, Q3-ə 3Q0. Onda 3-ü burada saxlayıram. Q0 vur Q0 böl
1 ilə 3 arasındakı məsafənin kvadratı, bir damaya 1 vahid demişdik. 3 dama, 3 damanın kvadratı 9. İxtisarlar aparsaq, onda olacaq K Q0 vur Q0 böl 3. Hə, və burada mən baxıram ki, K vur Q, Q0 bərabərdir 4 vur 15, yəni 60. K Q0 vur Q0 60'dır. 60 böl 3 də neçə elədi? 20 milli Newton. O elədir. 29 və bu da elektrik sahəsinə aiddir. Elektrik sahəsinə aiddir. Uyğun düsturlardan istifadə etməklə bir cins elektrostatik sahənin qüvvə xəttə istiqamətli sahəyə daxil olan elektrik tormuz yolunun sahənin intensivliyindən. Ümumiyyətlə, tormuz yolunun düsturunu sən mexanikada keçmirsən. Birinci qrafik, birinci hissədə V0 kvadratı böl nə? 2A-dır. Bunu bilirsən. V0 kvadratı böl 2A. Sən də birinci sahədə MA bilirsən ki, QY-dir. Düzdür? A-nı buradan tapsan, yerinə qoysan, 2QY, M-i də qaldırarsan yuxarı, MV0 kvadratı. Və bu düsturlardan görürsən ki, yol intensivliklə tərs asılı olduğunu görürsən. Nəhayət, sonuncu sual. Bizə deyir ki, 5 saniyə müddətində bu cisim nə qədər yol gedər? Cisim nə qədər yol gedər? 5 saniyə. İndi uşaq buna baxır, görür ki, bu yavaşıyır. Elə yazır ki, 5 saniyədə əslində 5 saniyə müddət, ümumiyyətlə bu tənliyə baxır və 0 çıx AT-dir, deyir, yavaşlayan hərəkət. Amma biz nəzərə alsaq ki, bu neçə saniyə yavaşlayan gedəcəkdir? Əslində V0-a düşənə qədər yavaşlayacaq. İndi V0-a düşür, məsələn V0-a düşəcək, hansı 0 yazsaq, T olacaq 3. Deməli, bu 3 saniyə yavaşlayan gedir. Növbəti 5 saniyə demir, növbəti 2 saniyədə yeniləşən gedər, o da V0-ın 0. Ən yaxşı, gözəl qayda VT qrafikini qurun. VT qrafikindəki fiqurun sahəsi nə verəcək bizə? Yol və ya yerləşməni verəcək. VT qrafikini qurmaq istəyirəm. Yaxşı, yazıram burada birinci qiymət. Bura V, bura T. T'yə 0 versəm V6, 1 versəm V4, 2 versəm V2, 3 versəm V0, 4 versəm 2 vur 4, 8, 6 çıx 8, mənfi 2, 5 versəm nəhayət 5-ci saniyə, 2 vur 5, 10, o da mənfi 4. Və qrafikini vurmaq istəyirəm bunun indi. VT qrafiki, T'nin sıfırı V6, T'nin sıfırı buradadır, V6 buradadır. Bir də bir başa ilə 3-ə düşürəm. T3 olanda, ya da ki, belə düşün, hələ bir quraq. T1 olanda, T1, deyək ki, 2, 3, 4, 5. Belə quracam. T1 olanda, bu da 6, bura 4, bura 2, mənfi 2 və mənfi 4. Düzdür? T0 olanda V deməli 0 olanda burada. T1 olanda V hardadır? Görürsən ki, bu hissədədir. Baxın, bu hissədədir. Və fikir versəz, 3 olanda birbaşa, 3 olanda, T3 olanda V0'dır. Görürsünüz? Bir də T5 olanda V nə qədərdir? Mənfi 4'dür. Görürsünüz? Bir də 5 oldu mənfi. Bu xəttləri birləşdirirəm indi mən və sahə tapacam. Bu sahələrin cəmi gedilən yol olacaqdır. Bu üçbucaq, bu üçbucağın sahəsi bir kateti 3'dür, bir kateti 6'dır. 3 vur 6 böl 2. Bura 9 metr. Bir də uşaqlar bu kiçik üçbucağın sahəsi. Yəni zaman oxuna görə. Buradan 3-dən 5'ə, bura 2'dir, bir kateti. Buradan mənfi 4'dür. Yol olduğu üçün müsbət 4 götürürəm. 2 vur, müsbət 4 böl 2, o da 4 metr. Onda ümumi yolumuz nə qədərdir? 13 metrdir.
İndi yer dəyişmə desəydi əgər, onda gərək mənfi nəzərə alınacaq. 9 plus mənfi 4, o da olacaq 5 metr. Bu nə deməkdir? Bu adam 3 saniyə necə ki, yavaşıyıb, 2 saniyə yerinləşib. Baxın, 6 çıx 2 tənliyin mənası olur. 3 saniyə yavaşıyıb, növbəti 2 saniyədə də yerinləşib. 3 saniyə x oxunun istiqamətinə gedib 9 metr, növbəti 2 saniyə x oxunun əksinə gedib 4 metr. Və cavab olaraq, yəni burada yolu istədiyi üçün biz 13 metr deyəcək. Uşaqlar, fikrinizi yazarsınız. Əgər hər hansı bir şey, nəsə öyrəndinizsə, onda fikirlərinizi kommentariyalarda bildirin. Sağ olun, uğurlar olsun.